Deməli, bu günləri Qədr gecələridir, son 10 gündədir. Uca Allah Quran-ı Kərimdə buyurur ki, İnnə ənzəlnə, Bismillahirrahmanirrahim, İnnə ənzəlnə fi leylətil qadr. Biz onu Qədr gecəsində nazil etdik. Və mə ədrak mə leylətil qadr, nə bilirsən Qədr gecəsi nədir? Leylətul qadr xeyrun min əlf şəhr. Qədr gecəsi 1000 aydan üstündür, 1000 aydan xeyirlidir. Bəziləri elə bilirlər ki, 1000 aydır. Yəni, bir əməl misalsın, nə deməkdir mənası? Birinci onu deyim. Qədr gecəsində kim düşərsə əgər, namaz qılarsa, elə bil ki, 2 rükət namaz qılmanı elə bil ki, 83 il, 1000 ay, 83.3 il namaz qılmış olar. Oruç tutarsa, elə bil ki, oruç tutmuş olar 83 il. Sədəqə verərsə həmin gecəni. Yəni, bir insan ömrü. Bəli, həqiqətən də doğrudan da bir insan ömrüdür. Hətta çox yaşayan insan ömrüdür ki, Allah Taala rəhimli Rəbbimizdir deyə bizə bu fürsəti vermişdir. Və təsəvvür edin ki, Zahir bəy, bizim birimiz misalsın eşitsək ki, 1000 manat harasa qoymaqla ticarətə bir il ərzində 1 milyon olacaq, yəni 1000-ə vursa 1 milyon eləyəcək. Biz onu özümüzdə olmasa belə borc alıb mütləq onu eləyərik. Amma Uca Allah bizə 1 illik deyil, 10 gün ərzində deyir ki, Qədr gecəsini etsəz, 83 il.3 ilin savabını, yəni 1000 ayın savabından çoxunu heç bir maddi vəsaitlə ala bilməz. Bəli. Həqiqətən də və biz təhsil olsun ki, bəzilərimiz buna səhlənkə yanaşırıq. O gecəni namaz qılmaq az da olsa demirik gecəni oyaq qal. Tam düzdür, bu daha yaxşıdır, amma vacib deyil. Durub 5-10 rükət namaz qılmaq, misal deyirəm, oruç tutur adətən, dua eləmək, Quran oxumaq, sədəqə vermək, yaxşılıq eləmək, necə dediniz, bəli, 83 il bunu etmiş olar. Yenə deyirəm, 83 ildən çoxdur. Ayə deyir ki, xeyrun min əlf şəhr, 1000 aydan xeyirlidir. Hətta bəzi alimlər deyirlər ki, burada 1000 nisbi rəqəmdir, ola bilsin 100 min, milyonlar ola bilər, amma ən azı 1000-dən xeyirlidir. Bəli, bunu demək istəyirdim ki, hamımız bilək. Və Zahir bəy, siz neçə dəfə olub ki, soruşmuşsunuz məndən də, Quranda olan surələrin tərtibini soruşmuşsunuz. Misal maraqlı bir mövzu toxunmaq istəyirəm. Qədr gecəsi surəsi ki var, Əl-Qadr, Surətül Qadr deyilir. Bundan əvvəlki surə Beyyinə surəsidir. Açıq-aydın dəlil, yəni Qurana işarədir. Baxsa görərik ki, Allah Taala bundan əvvəlki surədə bildirir ki, İqra bismi rabbikəl-ləzi xalaq. Yaradan Rəbbinin adı ilə oxu. İlk Quranın nazil olan ayəsi oxu əmridir və Qurana işarədir ki, yəni sənə nazil olacaq Quranı oxu deməkdir. Və baxsa bu ayənin sonunda Allah Taala bildirir ki, "Kəllə lə tuti'hu vascud vaqtarib." Yəni Rəbbinə ibadət et, vascud səcdə et və ona yaxınlaş. Bu ayənin sonu budur. Bu ayə Rəbbinə ibadət et, vascud səcdə et və ona yaxınlaş. Bu ayə bitir belə Beyyinə surəsi. Keçir Qədr surəsinə. Allah Taala deyir ki, biz onu hansını İqra oxu demişdi Allah Taala o bir surədə. Biz onu artıq Quranı demir, biz onu, yəni İqra bismi rabbikəl-ləzi xalaq oxu demişdi. Onu, yəni Quranı Qədr gecəsinə nazil etdik. Nə bilirsən Qədr gecəsi nədir? Bu 1000 aydan xeyirli bir aydır. Və baxsaq keçsək ondan sonrakına, hətta yenə də Allah Taala Qədr surəsindən sonra gəlir. Surədə Allah Taala bildirir ki, Beyyinə surəsidir. Bundan əvvəlki Alaq surəsidir, İqra surəsi idi. Qədr surəsindən sonrakı isə Beyyinə surəsidir. Qurana işarədir. Rasulun minallah yatlu suhufan mutahhara. Ləm yəkun ləzi kəfəru minəl kitab. Allah Taala bildirir ki, kitab əhlindən kafir olanlar, bu Qurana inanmayanlar, onları Beyyinə gəlməyincə, yəni Quran gəlməyincə iman etmədilər və s. müşriklər və deyir ki, Allah Taala Allahın rəsulu yatlu suhufan mutahhara. Onlara pak səhifələr, yəni Quranı oxuyar, fihə kutubun qayyimə və o həmin kitabda, səhifələr Quranda doğru, düzgün, dürüst əhkamlar vardır. Səhv olmayan, bir-birinə zidd olmayan əhkamlar vardır. Yəni baxsaq Zahir bəy, siz soruşmuşsunuz məndə dəfədən olub ki, Quranda surələrin tərtibini, elə misal çox çəkə bilərik. Bütün surələri misal çəkməliyəm, amma bir qısa olaraq 3 surəni çəkdim. Qədr surəsinin əvvəlki Qurandan danışır və deyir ki, Rəbbinə ibadət et, səcdə et, yaxınlaş. Keçir Qədr surəsinə, Qədr gecəsində də ibadət edib yaxınlaşmaq lazımdır və sonra keçir ondan sonraki surəyə, Beyyinə surəsinə, yenə də Allah Qurandan danışır ki, və bildirir ki, bu Quran həqiqətən də doğru, düzgün kitabdır və heç bir ziddiyyət yoxdur.